Fəsil 11. Redaktor Jonas Folkman kompüter siçanını dəfələrlə klikləyir, sanki terminalı daha tez işə düşməyə məcbur etmək istəyirdi. Yer üzündə Ketrin Solomonun şəxsi SFW-suna yalnız 2 nəfərin giriş imkanı ola bilərdi. Ketrinin özünün və bugün günortadan etibarən Folkmanın. Kənardan kimsə necə giriş əldə edə bilərdi? Folkman nələrin təhlükəyə düşə biləcəyini düşünəndə halı pisləşdi. Ketrinin bütün elmi araşdırmaları, qeydləri və ən əsası əlyazmanın özü. Tələs, deyə kompüterin açılmasını gözləyərkən içindən yalvardı. Gənc mütəxəssis Folkmanın çiyninin üstündən baxır, narahatlıqla zümzümə edir, bu isə Folkmanın əsəblərini daha da tarıma çəkirdi. Nəhayət, kompüter işə düşdü. Folkman lazımi qovluğa keçdi və SAE adlı server bölməsinə kliklədi. Solomon, adsız əlyazma. Folkman Ketrinin giriş kodunu bir kartda yazıb siyirmədə saxlamışdı. Amma onu götürməyə macal tapmamış, kompüter tanımadığı bir səs çıxardı. 3 qısa, kəsik siqnal. Folkman ekrana çevrildi. Ketrinin giriş pəncərəsini gözləyirdi. Amma onun yerində işıqlı, qırmızı xəta yazısı olan məlumat pəncərəsi vardı. Bölmə tapılmadı. Bu nə deməkdir? Folkman yenidən SAE simgəsinə kliklədi. Yenə 3 qısa siqnal və eyni yazı. Bölmə tapılmadı. Aleksə tərəf çevrildi. Bütün bölmə yoxa çıxıb. Axı bugün günorta. Folkman Ketrinin parolunu sınaqdan keçirəndə bölmə yerində idi. Hara yox oldu? Gözləri bərəlmiş gənc texnik Folkmanın yanında diz söktü və klaviatura ilə siçanı əlinə aldı. Onun barmaqları klaviaturada sürətli hərəkət etdikcə Folkman nəfəsini tutub izləyirdi. Cəhdlərin hamısı eyni nəticə verdi. 3 qısa siqnal. Bölmə tapılmadı. Təlaşa qapılmayın, texnik dedi. Özü isə açıq-aşkar təlaşlanmışdı. İzlərini itirmək üçün bölməni tam təmizləyiblər. Təmizləyiblər? Bəli, cənab. Yəni siliblər. Məlumatlarınız, təşəkkür edirəm. Təmizləmək sözünün mənasını bilirəm. Demək istəyirsiniz ki, bu adda bütün araşdırmalar və əlyazmalar silinib? Bəli, cənab. Təmizləmə hacker hücumlarından sonra həyata keçirilən adi bir prosedurdur. Bu, hücum edənləri izləməyi çətinləşdirir. Yenidən nəsə yazmağa başladı. Amma narahat olmayın. Bizim ehtiyat sistemlərimiz var. Bütün məlumatlar PRH-nin uzaq ehtiyat serverində mövcuddur. O, Maryland ştatındakı paylama anbarımızda yerləşir. İndi daxil olub bərpa edirəm. Aleksin barmaqları klaviatura üzərində ildırım sürəti ilə hərəkət edirdi. Sadəcə həmin uzaq bölməyə daxil olub geri yükləməliyik. Kompüter yenə 3 qısa siqnal verdi. Tanış məlumat pəncərəsi ekranda göründü. Bölmə tapılmadı. Texnik ehtiyat serveri sınayanda gözləri daha da böyüdü. Bölmə tapılmadı. Yox, oğlan pıçıldadı. Folkmanın halı qəfil dəyişdi. Ketrinin bölməsi hər iki serverdən silinib. Əlyazma və qeydlərlə birlikdə Alex Conan cəld ayağa qalxıb qapıya tərəf qaçdı. Öz terminalıma getməliyəm, cənab. Belə bir şeylə heç vaxt rastlaşmamışam. Bu çox ciddi pozuntudur. Əlbəttə, Folkman düşündü. Folkman kresloda keymiş halda oturmuşdu. Gənc mütəxəssisin addım səsləri boş dəhlizdə itib batırdı. Mən o fayllar lazımdır, Alex, deyə arxasınca səsləndi. Müəllifim mənə birlik yeməyinə etibar edib. Cənab Finch Londonda gecə boyunca dəyişən mənzərəni izləyirdi. Əvvəl Brigitte Gessner ön planda göründü. Neyro alim, Finchə Ketrin Solomonun əlyazması ilə bağlı son dərəcə narahat edici bir ismarız göndərmiş, sonra isə sanki qeyb olmuşdu. Radio tamamilə səssiz idi. İkinci Ketrin Solomon önə çıxdı. 35 dəqiqə əvvəl Praqada Solomon elə gözlənilməz bir addım atmışdı ki, bunu görməzdən gəlmək mümkün deyildi. Dərhal hərəkətə keçmək lazım idi. Finch ABŞ-dəki rəhbərinə xəbər verməyi düşündü. Amma orada gecənin yarısı idi. Əslində ona strateji qərarlar qəbul etmək üçün tam səlahiyyətli operativ nəzarət hüququ verilmişdi. Həm də rəhbərliyinin mövqeyi. Etik baxımdan mübahisəli əməliyyatlardan xəbərsiz qalmağı tələb edirdi. Yəni həmkarları onun nəticəyə hansı yolla varması ilə maraqlanmırdılar. Beləliklə Solomonun hərəkətlərini öyrəndikdən bir neçə dəqiqə sonra instinktlərinə güvənərək əmr verdi və şəbəkəyə 2 söz ötürdü. Dərhal icra. Əmr Praqa və Nyu-Yorkda gözləyən əlaqəli şəxslər tərəfindən təsdiqləndi.